Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də fərqi yoxdur. Allah kökslərdə olanları bilir. Yaradan Allah lətif və hər şeydən xəbərdar olduğu halda, ola bilərmi ki, o gizlində və aşkarda olanları bilməsin? Yeri sizin ixtiyarınıza verən odur. Onun hər tərəfində gəzin və Allahın ruzisindən yeyin. Qayıdış da onadır. Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titriyəcəkdir. Ya da ki, göydə olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz. Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmişdilər. Görəydim mənim onları həlak etməyim necə oldu? Məyər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq mərhəmətli Allah saxlayır.